Salam, hər vaxtınız xeyir olsun. Bugün dünyanın iqlim uşaqları haqqında 15 sualdan ibarət olan sınaq izləyəcəm. Birinci sual belədir. Maksimum milli amplitudanın müşahidə olunduğu qurşaq hansıdır? Biz bilirik ki, qütb ətrafı ərazilərdə həmişə soyuq olur. Yəni yay və qış arasında kəskin fərq olmur. Amplitudanın yüksək olması üçün deməli yay isti, qış nisbətən soyuq keçməlidir. Yəni arada fərq böyük olmalıdır. Deməli qütb deyil, yəni arktik deyil. Arktik deyilsə arktikin üstündən xətt çəkirik. Deməli bu deyil. Sonra ekvatorial həmişə isti olur. Bu da deyil. Çünki nə soyuq olmur, bəzən isti, bəzən soyuq olmur deyə davamlı isti olur. Bu da deyil. Tropiklə bunlar da həmçinin, yəni qütblər də elədir, antraktik. Deməli cavabımız bizim hansı variant olacaq? Demək A variantı olacaq. Hansı ki o mülayim iqlim uşağıdır. Mülayim iqlim uşağında hava mülayim keçir. Necə? Yayda hava isti, qışda isə soyuq olur. Yəni ortalama hava mülayim olur. Adətən mülayimin mərkəzi hissələrində, yəni okeandan uzaq olan hissələrində, Sibir bölgəsində yayda çox nisbətən isti olsa da, qış ayları kəskin soyuyur və bu da yay və qış arasında temperaturun kəskin dəyişməsinə gətirib çıxarır. Yay və qış arasındakı yəni ilin ən isti ayı ilə ən soyuq ayı arasındakı temperatur fərqi temperatur amplitudasına səbəb olur ki, bu da A variantında öz əksini tapıb. Keçək növbəti sualımıza. Növbəti sualımız belədir. Demək, xəritədə işarələnmiş ərazidə yayılan iqlim qurşağı üçün səciyyəvi əlamətlərə demək, aid deyil. İqlim qurşağı görür ki, ekvatorialdır. Ekvatorial iqlim qurşağında fəsillər müşahidə olunmur, doğrudur. Yəni, fəsilləri aydın şəkildə seçmək mümkün deyil. Çünki hər gün eyni hava şəraiti müşahidə olunur. Hər gün səhər günəş çıxır, su buxarlanır, bulud yaranır, yağıntı düşür, yenidən hava açılır və günəş batmış olur. Yəni bu proses demək olar ki, hər gün təkrarlanır. Hər gün eyni hava şəraitidirsə, deməli orada fəsillər dəyişə bilməz. Sonra orta illik temperatur yüksəkdir. Bəli, günəşin düşmə uzağı həmişə böyük olur. Yağıntılar il boyu bərabər paylanır. Bu da doğrudur. Demək, qrov və sırsıra müşahidə olunmur. Doğrudur. Çünki burada soyuq hava şəraiti müşahidə olunmadığı üçün onda bizim cavabımız hansı qalır? Təbii ki, Y variantı qərb küləklərinin təsirinə məruz qalır deyir. Demək, mülayim ekvatorial iqlim uşağı ərazisi demək, Passat küləklərinin təsirinə məruz qalır. Mülayim iqlim uşağının ərazisi isə qərb küləklərinə. Tropikdən ekvatora doğru əsən külək Passatdır. Tropikdən mülayim əsən qərb küləyidir. Deməli, bu qərb küləyi mülayimə aiddir. Mülayim iqlim uşağına, ekvatorial iqlim uşağına aid deyildir. Üçüncü sual. Yağıntıların il ərzində paylanma xüsusiyyətinə görə ekvatorial iqlim qurşağı demək, belə deyək ki, hansı iqlim qurşağına bənzər və yaxud ekvatorial iqlim qurşağına oxşar xüsusiyyətlərə malik olan iqlim qurşağı hansıdır? Bu sualda bunu istəyir bizdən. Adətən mülayim dəniz iqlim qurşağı ekvatorial iqlim qurşağına daha çox bənzər. Niyə? Çünki ekvatorialda olduğu kimi mülayim dəniz iqlim qurşağında da yağıntılar il boyu bərabər paylanır. Mussonlarda yalnız yay ayları yağıntılı keçir. Kontinentallarda quraq keçir iqlim. Bu səbəbdən ekvatoriya bənzəyə bilməz. Çünki ekvatorial yağıntılı ərazidir. Mülayim dənizdə ekvator kimi yağıntılıdır. Təbii ki, amma ekvatora nisbətən mülayimə daha az yağıntı düşür. Sonra dördüncü sual. Yerin mərkəzindən daha uzaqda formalaşan iqlim qurşağı daxilindəki təbii zona. Baxırıq burada yerin mərkəzindən daha uzaqda yerləşən, yəni ekvatordan daha uzaqda yerləşən, qütbə daha yaxın olan tundradır. Çünki savanna ekvatoriala yaxındır. Ekvatorial meşələr zaten ekvator üzərindədir. Ondan sonra savannalar gəlir subekvatorialda. Sonra çöl zonası gəlir subtropik və mülayimdə. Sonra tayqa gəlir, mülayimin şimal hissəsi iynə yarpaqlı meşələr. Sonra isə tundradır, subarktik iqlim qurşağı daxilində yayılıb. Bu səbəbdən ekvatordan ən uzaq olan C variantıdır, tundra zonası. Sonra 5-ci sual. Ekvatorial enliklərdə illik və sutkalıq temperatur amplitudunun kiçik olmasının səbəbi nədir? Ekvatorial enliklərdə sutkalıq temperatur amplitudunun kiçik olma səbəbi ondan ibarət ki, ekvatorialda demək, hava il boyu rütubətli olur və günəşin düşmə bucağı həmişə böyük olur. Bu səbəbdən ilə bizim cavabımız əsasən 3 ilə 4 olacaq. Yəni 3-cü, 4-cü variantlar isə C variantında öz əksini tapıbdır. Sonra
Yəni hava rütubətli olanda havanın kəskin soyumu və istiləşmə prosesi müşahidə olunmur. Çünki buludlar günəşin qarşısını kəsir deyə çox istiləşməyə imkan vermir. Tropiklər kimi. Hava rütubətlidir deyə havanın kəskin soyumasına da həmçinin imkan vermir. Aralıq dənizi subtropik iqlim qurşağının müşahidə olunduğu ərazilərdən biri yanlışdır. Yanlış olan 2-dir burada. Çünki 2 materikin şərqindədir. Adətən Aralıq dənizi materiklərin qərb hissəsində 40 dərəcə şimal və cənub enliklərindədir. Ama burada 2 materikin şərqində verilib. O səbəbdən yanlışdır. Sonra 7-ci sual. Tropik iqlim qurşağının yayıldığı qitələr sırasında verilə bilməz. Avropa qitəsi burada verilməz. Təbii ki, Antarktida da bu qrupa aiddir. Çünki onu tropik xətti kəsmir və yaxud tropik xəttinə çox da yaxın deyil. O subtropikdən başlayır. Sonra mülayim subarktik iqlim qurşağı demək Avropanı əhatə edir. Bu, yəni tropik iqlim qurşağı Avropada yayılmayıbdır. Sonra keçək növbət hissəyə. Ən isti ayın orta temperaturu müsbət 10 Selsidən az olub. Qütb dairəsi ətrafında formalaşan və tundra qleyli torpaqların yayıldığı iqlim qurşağıdır. Mətndə hansı iqlim qurşağından bəhs olunur? Burada baxırıq, ən isti ayın orta temperaturu müsbət 10 Selsidən az olub. Qütb dairəsi ətrafında formalaşan və tundra qleyli torpaqların yayıldığı iqlim qurşağıdır. Təbii ki, burada tundra subarktik iqlim qurşağıdır və orada havanın orta temperaturu 10 Selsidən az olur. Sonra qütb dairəsi ətrafında formalaşır. Burada gördüyünüz kimi subarktikdən söhbət gedir. Subarktik iqlim qurşağı da demək C variantında öz əksini tapıbdır. C variantında subarktik. Sonra növbəti sualımız 9-cu sual. Xəritədə qeyd olunan ərazilərə uyğun iqlim tipləri. Burada göründüyü kimi demək 1 mülayim dəniz iqlimidir. Materiklərin qərb hissəsində mülayim enliklərdə mülayim dəniz iqlimi yayılır. Ona görə birinci mülayim dəniz olacaq. Sonra 2-yə baxırıq. 2 musson iqlimidir. Avrasiyanın şərq hissəsi mussona düşür. Bu da uyğun gəlir. Demək musson. Üçüncüsü isə qütbə yaxın ərazidir. Subarktikdir. Demək elə bizim cavabımız onda hansı variantdır? A variantıdır. Yəni mülayim dəniz, musson və subarktik. Sonra keçək növbəti suala. Növbəti sualımız 10-cu sualdır. 10-cu sual belədir. Ekvatorial iqlim qurşağı. Ona aid xüsusiyyətlər verilən ərazilər hansılardır? Onlardan biri məhz ekvatorial iqlim qurşağında yerləşməyən ərazidir. Gördüyünüz kimi bu Hindistan yarımadasıdır. Çünki Hindistan subekvatorial düşür tamamilə. Digərlərinin ya tamamı ya da müəyyən hissəsi ekvatorial iqlim qurşağındadır. O səbəbdən burada variantı pozan, yəni uyğun olmayan hansıdır? Demək, Hindistan'dır, D variantıdır. Sonra növbəti sualımız bizim 11-ci sual. 11-ci sual belədir. İqlim göstəricilərinin müvafiq gələn əraziləri müəyyən edin. Baxırıq burada birinci yay rütubətlidir. Yay rütubətli olan ərazi haradır? Demək, qələmi seçək. Hindistan yayı rütubətlidir. Çünki Hindistan musson iqlimdə yerləşir. Demək, birincidir. Biri qeyd eləyək. Biraz çobud alındı. Demək, 1-ə 1 uyğun gəlir. Sonra Hindçin deyil, o da onun yanındadır. 2-yə uyğun gəldi. Demək, 1-ə 1, 2-dir. 1-2 olan variant 2 variantda var. 1A, bir də C variantında. Sonra keçək yayı quraqdır. Yayı quraq olan Aralıq dəniz sahili ərazilərdir. Burada 4 olacaq. Balkan yarımadası uyğun gəlir. Sonra Kiçik Asiya yarımadası Türkiyə, o da Aralıq dəniz sahilindədir. Aralıq dəniz sahillərində yayda quraq keçir bizim iqlim. 1-ə 1, 2, 2-yə 4, 5-dir. 1-ə 1, 2, 2-yə 4, 5. Cavabımız C variantıdır. Demək, burada keçək növbəti hissəyə. Növbəti hissə belədir, 12-ci hissə. Subekvatorial iqlim qurşağı üçün xarakterikdir. Demək, subekvatorial iqlim qurşağı ekvatorun ətrafındadır. Yayda ekvatorial, qışda tropik hakim olur. O zaman bu ekvatora yaxın olduğu üçün və ekvatorla tropik arasında yerləşdiyi üçün il boyu günəş işığı və istiliyini çox alır. Ona görə bu il boyu isti hava şəraitinin müşahidə olunduğu bir iqlimdir. Yayı quraq keçmir, çünki yayda ekvatorial hakim olur. Qışı sərin keçmir, çünki qışda tropik hakim olur. Qışı rütubətli keçmir, çünki qışda tropik hakim olur. Quraq keçir. Yüksək illik amplituda olmur, çünki yay ilə qış arasında kəskin temperatur müşahidə edilmir. Bu səbəbdən bu ifadə də yanlış ifadədir. Keçək növbəti sualımıza. Növbəti sualımız belədir. Xəritə sistemində iqlim diaqramının uyğun gələn ərazilər müəyyən edin.
İqlim diaqramı gördüyünüz kimi subekvatorial iqlimdir və yayaları yağıntı düşüb. Subekvatorial xüsusiyyəti belədir. Bu da uyğun gəlir 4-cü məntəqə ilə asasən 6-cı məntəqəyə şimal subekvatoriala xas olan əlamətdir. Bizim cavabımız olacaq neçə? 4 ilə 6. Belə 4 ilə 6. Çünki ekvatora yaxın ərazidə temperatur 20 selsidən yuxarıdır və yağıntılar yayalarına düşüb 1200. Bu da subekvatorialdır, şimal subekvatorial. Çünki şimal subekvatorialda yayda ekvatorial hakim olur. Həm havanın temperaturu il boyu yüksəkdir, çünki ekvatora yaxındır, həm də yağıntılar yayalarına düşür. Bu da məhz bu rəqəmlərə uyğun gəlir. Afrikanın ekvatordan şimalda yerləşən hissəsi 6, həm də Hindistan ərazisi 4. Sonra 14-cü sual. 14-cü sualımız belədir. 1, 2 və 4 fəslin müşahidə edildiyi iqlim qurşaqları. Bir fəsil ekvatorla qütbdə, Arktik, Antarktikdə müşahidə olunur. Çünki ekvator il boyu isti və yağıntılı, qütblər isə il boyu soyuqdur. Deməli, bir fəsil gəlirsə ya ekvatorialdır, ya da Arktik qütb. O zaman Arktik, Antarktik. Ya B'dir cavabımız, ya da C variantı. İkinciyə baxaq. İki fəsil. İki fəsil hansılarında müşahidə olunur? Mülayim və subtropikdən başqa hamısında demək digərlərində, yəni saymadıqlarımızda demək iki fəsildir. Demək, ekvatorial və qütblər, yəni Arktik, Antarktik bir fəsil. Mülayim və subtropik 4 fəsil. Qalanları, yəni tropik, subekvatorial, subarktik və subantarktik isə 2 fəsil müşahidə olunur. Burada baxırıq 4 fəsil müşahidə olunan və əvvəli arktik və ya ekvatorialla başlayan bir cavab var. O da B variantındadır. Deməli, arktikdə bir fəsil, subekvatorialda 2 fəsil, mülayimdə isə 4 fəsil müşahidə olunur. Cavabımız B variantıdır. Digərlərində uyğunluq pozulur. Çünki tropikdə bir fəsil yoxdur. 2 fəsil var. Ekvatorialda bir fəsil olsa da tropikdə 4 fəsil yoxdur. Burada uyğunluq pozulubdur. Yəni bu variantları analiz eləməklə sualın cavabını aydınlaşdıra bilərik. Keçək 15-ci sualımıza. 15-ci sualımız subekvatorialdır. Demək, subekvatorialda subtropiklə ortaq cəhət soruşulur. Fəsillər aydın müşahidə olunur. Subekvatorialda müşahidə olunmur. Bu yanlışdır. Bunu çıxdıq. Demək, yağıntılar mövsümlər üzrə dəyişir. Bu doğrudur. İki ortaq cəhətdir. İki bunların ortaq cəhətidir. Sonra tropik hava kütlələrinin təsirinə məruz qalır. Demək, subekvatorial qışda, subtropik isə yayda, yəni bizim iqlim yayda tropikin təsirinə məruz qalır. 3 də düzdür. Demək, üçüncü də uyğundur. Sonra da orta illik temperatur 20 selsidən yüksək olur. Bu ancaq subekvatoriala aiddir. Subtropikə deyil. Aqroiqlim ehtiyatı ilə yaxşı təmin olunur. Bəli, günəş işığı və istiliyi çoxdur. Demək, həm subtropikdə, həm də subekvatorialda o zaman 5 də uyğundur bu sualda. Yəqin ki, burada bir cavab dəyişiləcək. Çünki əgər cavab dəyişilməsə, C variantı ilə demək, Y variantı uyğun variant kimi qəbul edilməlidir. O səbəbdən bizdə 2-3-5 cavab olur. 2-3-5-in də bir yerdə olduğu variant 2 yerdə var. O səbəbdən ya bu variantlardan birində söz dəyişikliyi olacaq, ya da 2 cavab düzgün olmuş olur. Bununla da iqlim bölməsinə aid olan suallar yekunlaşdı. Sağ olun dostlar, növbəti izahlarda, növbəti dərslərdə görüşərik. Yorumlarınızı, bəyənmələrinizi əsirgəməyin. Sağ olun, minnətdarıq.